Salam hörmətli izləyicilər, biz Belaqandan gəlmiş bir xəstəmizin süd vəzisini müayinə eləyirik. Süd vəzdə xəstənin əlinə düyün dəyib bir neçə ay bundan əvvəl. Xəstənin laqeydliyi üzündən, çox böyük laqeydliyi üzündən bu düyün başlayıb böyüməyə. Xəstə hələ də buna barmaq arası baxıb. Əslində gördüyümüz kimi bu yeni törəmədir. Bax görürsünüzmü? Bunun tamamən ətrafları kələkötür, qeyri-düzgün formada yayılmışdır. Əlbəttə, ilk baxışdan mən bunun kanser olduğunu müəyyənləşdirirəm, amma heç bir həkimin ixtiyarı yoxdur ki, biopsiyanın cavabı olmadan, mammoqrafiyanın cavabı olmadan buna kanser desin. İnşallah baxdığım kimi nə körpücük üstünə, nə qoltuq altına metastaz verməyib. İnşallah çox böyük ehtimalla və çox böyük ümidlə xəstənin sağalıb həyata qovuşacağını deyirəm. Müalicələrini alacaq, sağalacaq, həyata qovuşacaq. Amma heç bir qadına tövsiyə eləmirəm. Əlinə düyün dəyəndə bunu bu qədər yubandırsın, bu qədər gecikmiş halə gətirsin.